Değerli izləyicilərim, sizə 3 otaqlı 125 kvadrat yeni təmirdən çıxmış ev təqdim edirəm. Bu ev bir neçə səhifələrdə qabağınıza çıxa bilər. Yəni Instagramda çox evdə də görə bilərsiniz. Hamıda da eyni qiymətdir, 460 manat. Fərq odur ki, mənə müraciət edəsəz, bu evi sizə çox yaxşı endirimlə alıverərəm. Çünki sahibinin tanışdı məndən. Daha sizə deyim ki, buranı 4 il qabaq təqdimat da var Instagramda. Teyyub əminin evi, Teyyub əmi almışı bu evi. Sonra Teyyub əmi satdı bir yoldaşa. İndi həmin o müştəri yenidən satır. Bəzi səhifələrə də verir. Amma məndə çox yaxşı bir endirim olacaq. Yəni, amma 460 min bunun start qiymətidir. Bu qədər məlumat sizə kifayətdir. Bura evim rezidensidir. Bax, bu zal otağıdır mənzilin. Gördüyünüz bu mənzildə hər bir əşya, hər bir şərait var rahat yaşamaq üçün. Əlavə gedib heç almayacaqsınız. Stol, kondisioner, televizor, yumşaq dəsmebel, yer parketdir, təmiri zövqlüdür. Koridor hissəsində sizə görsədim. Deməli, belə bir uzun koridoru var. Koridorda hamam və sanitar qovşağı ayrı-ayrılıqdadır. Növbəli baxaq, sonra keçərik. Bura mətbəxidir. Mətbəx mebeli, elektronikalar hamısı varıdır. Boş, Toshiba, yaxşı markalardan istifadə olunub. Yerisi döşənmədir, balkon görünüşüdür. Yeri gəlmiş ki, bir dənə sizə balkona görsədim. Bir dənə zəhmət olmasa operator, bir dənə bura görsədim. Deməli, evim rezidensidir, şəhər istiqamətinə baxır. Zabitlər bağı soldadır. Bura 8-ci mərtəbədir, tam orta mərtəbədir. Düşünürəm ki, bu orta mərtəbə çox adamın xoşu gələr də. Binada orta mərtəbə yaxşı sayılır. Kombisi var, qaz var, kupçalıdır, stil sistem belə bir dənə. Bunun adı nə idi? Termostatdır nədir? Ondan da var option. Ariston. Ariston firmadır. Neysə, ocusu qızılıcı konserlər bura yığıblar. Yerdə süni qazon vurublar. Birinci təqdimatında burada yerlənəcək var idi. Amma sahibi apardı bağa. Yəni düzün danışımı düzü biləsiniz də. Onu aparıbdır. Ama da bir şey deyil, yəni 4-5 manatlıq şeydir. İstəsəz qoyarsınız. Bura yataq otağıdır. Burada yataq, paltar dolabı. Cəmi cümlətanı burada 6 ay yaşadı. Sonra satdı başqa izləyiciyə. Korotça 6 ay yaşayış olub da bu mənzildə. Yəni deyim dəqiq biləsiniz ki, bu mənzildə 6 ay yaşayış olub. Sonra bax belə qalıbdır bu mənzil. Təmirdən sonra heç gələn gedən də olmayıbdır. Ancaq xidmətçilər gəlir, xidmət şirkəti gəlib təmizləyib gedir. Bu günlərim mənim təqdimatımda real satılır. Hamam otağıdır, buraya tanış olun. Bütün detallı şəkildə baxın, santexnikinə, kafelinə, rənginə. Bura sanitar qovşağıdır. Bura bir yataq otağıdır. Təkrarçı olmasın, kadrdan da görürsünüz ki, hər bir şey var. Hər otağın televizoru var, hər bir şey dolu bir vəziyyətdədir. Gəlib qiyməti endirim eləyib alsaz, şəhərin mərkəzi və belə bir hazır bir təzə təmirdən çıxmış evdə yaşasaz, kupça, qaz, orta ideal. Allah pul yetirsin, pulu olan adam üçün ideal bir seçimdir. Bu da giriş hissəsidir. Burada dekorlar, paltar dolabı, əyləşmə yeri. Və salam. Bina haqqında da onu deyim ki, yeni nəsil binadır, yeni tikilən binadır. Bütün o lazım olan hər bir şey yeni standartlar, qanunlara görə ideal bir binadır. Evim rezidens, yəni baxıb o keçəndə qabağına baxa bilərsiniz. Nömrəyə zəng eləyin, danışaq. Dostum, necəsən? Burada binanın həyətidir. Bu həyətində şəraitini sizə görsədim ki, məlumatınız olsun. Oyun parkı, uşaq parkı, yeraltı parking, binanın da fasad görünüşü budur. Allah xeyir versin.